gözlü fərdlər tünd rənglə işarələnmişdir. Gəlin bir nəsil ağacını çəkək. Bax, bura tünd göstərilibdir. Buram, sonra buram belə bir nicahdır. Buradan doğulan uşaqlar, belə bir oğlan uşağı, bu da tünd, bu da evlənibdir. Bax, belə. Düzdür? Belə bir nəsil şəcərəsi verilibdir. Və bizə şərt deyir. Deyir, nəsil ağacında mavi gözlü fərdlər tünd rənglə göstərilmişdir. Mən ona görə Mavi resesiv olacaq. Bəli. Mən avtomatik bilməliyəm ki, mavi gözlülük resesiv əlamətdir. Bayaq dedim ki, əlamətləri öyrənin. Qara göz dominantdır, mavi göz resesivdir. Deməli, mənim mavi gözlərim kiçik alanla işarə olunmalıdır. Amma tünd rəngli gözüm nədir? Böyük alanla göstərilməlidir. Düzdür? Onda mən düşünmədən gəlirəm bura. Deyir ki, mavi rənglilər kiçik alanla işarə olunur. Düşünmədən yazıram. Kiçikdən kiçik. Bəli, harda bu tündləri görürəm, yazıram nə? Kiçik alar. Çünki mavi gözlüdür. Bəli. İndi gəlin biz bunun genotipini təyin edək. Bu avtomatik budur, belədir. Düzdür? Çünki qara gözlüdür. Axı rəngli deyil, qara gözlüdür. Mən bu böyük A-nı yazıb, bunların da hamısına düşünmədən böyük A yaza bilərsiniz. Çünki tünd deyil, tünd göstərilməyibdir. Aha, indi baxacağıq haliyə. Baxaq, aha. Tünd göstərilməyibdir çünki. Avtomatik hamısı. Amma bu tərəflərin heç birində bu tərəfi hələ ki bilmirəm. Bilmirəm ki, hansı genin daşıyıcılardır. Mən o hardan biləcəm? Uşaqdan biləcəm. Aha. Baxaq. Bunların uşağı budur. Buna olacaq, ikinci olacaq böyüyə kiçiyə. Bura niyə? Bura yox, ora yox, ikinci. Bura bitəcək. Buranı yazaq sonra. Doğulan uşaqların hamısı tünd rəngli dünyaya gəlibdir. Görürsünüz, böyük A genin daşıyır. Yəni tünd rəngli doğulubdur. Avtomatik mən təyin edirəm ki, bunun burası böyük A'ymış. Ki, gəlib burada tünd rəngli göz dünyaya gəlibdir. Onda elə bu avtomatik burası böyük kiçik olacaq. Tünd deyil axı müəllimə, tünd deyil o. Hansı? O qız var, nicahdan doğulan birinci qız var. Bunu deyirsən? Qara gözlüdür. Bu tündür da, qara gözdür. Tündür. Axı tünd. Hə, qara göz. Qara göz. Tündür. Mən elə bildim tündlərini o rəngli səslədir də. Yəni mavi, o nəzərdə tutulur. Mavi gözlülər içi rənglidir. Mavi gözlərin içi rənglidir. Bu qara gözlüdür. O bu qara gözlüdür. Aha. İndi buranı da təyin elədim. Baxıram bura. İndi bunu təyin eləmək istəyirəm. Bunun indi uşaqlarına baxaq. Aha. Deməli, mavi gözlü dünyaya gəlibsə, bunun avtomatik, bəli, burası bundan imiş. Bəli, burası bundan imiş ki, bu nicahdan gəlib kiçiyə, bax, bu ortalığa çıxıbdır. Düzdür? Amma bunun genotipini dəqiq deyə bilərik müəllimlər. Məncə yox. Bu böyüyə də ola bilər, bəli. Böyüyə kiçiyə də ola bilər. Bunu dəqiq deyə bilməyəcəyik. Bəli, dəqiq deyə bilməyəcəyik. Aha, Ali də lal dili danışır orada. İndi keçirəm bura. İndi baxaq. Kiçiyadır. Aha, burada doğulan uşaqların hamısı tünd rənglidir. Demək, bunun burası avtomatik nə imiş? Böyüyaymış. Düzdür? Aha, ki bu nicahdan böyüyə, kiçiyə tünd rəngli gözlər dünyaya gəlibdir. İndi bizə sualda nə deyir? Allah qoysa, yaza gedirik. İşarələnmiş tünd rəngli gözdən malik fərdlərin hansında mütləq bu əlamətə görə resesiv gen var. Nömrələnmişdi hansı? Bax, 1, 2, 3, 4, 5,
və 6. Hansında mütləq deyə bilərik? Burada mütləq dedik, düzdür? 2-də mütləq deyə bilərik ki, resessiv gen var. 3-də də var. Düzdürmü? 3-də də var. Bəli. 3-də də dəqiq dedik ki, resessiv gen var. Bax, bu nicahdan da dəqiq deyə bilər. 5-i zaten dəqiq deyə bilmərik. Çünki bu sual işarəsi altındaydı. Düzdür? Bunu dəqiq deyə bilmərik biz. Düzdürmü? 6-nı deyil. 6-nı dəqiq deyə bilərik. 6-nı dəqiq deyə bilərik ki, bunun genində resessiv gen var. Düzdürmü? Onda 2, 3 və 6 rəqəmlərində dəqiq söyləyə bilərik ki, resessiv genin daşıyıcısıdır.